Salam dəyərli dostlar, şagirdin yuxu rejimlə bağlı Füzuli Əkməl sualımızı verdik. Aleyküm salam. Deməli, yuxu rejimi ümumiyyətlə insanda axşam vaxtı azan sinir oyaq olur. Gündüz isə əksinə azan sinir yatır. Axşam qaranlığında insanda melatonin adlı bir ferment var. Xoşbəxtlik hormonu da biz buna deyirik. Bu axşam yuxusunda əsasən qaranlıqda yatanda bu ferment istehsal olunur və bu ferment bizə nə verir? Bu ferment bizə həm insana belə bir rahatlıq verir, insana xoşbəxt, insan özünü hiss edir. Həmin insanda ağrılar, ümumiyyətlə vücud ağrıları, bədən ağrıları, baş ağrıları daha az olur və yaddaşı möhkəm olur. Ona görə də instituta hazırlaşan abituriyentlər üçün yaxşısı budur ki, gecə yuxusundan istifadə eləsinlər. Yəni ən azı bir 6, 7, 8 saat gecə yuxusunu yatsınlar. Gündüz isə məsəl üçün yarım saat, məsələn 40 dəqiqə, yarım saat gündüz yeməyindən sonra, bəzən gündüz yeməyindən əvvəl bu aralarda yata bilərlər. Amma yarım saatdan 40 dəqiqədən artıq yatmasınlar. Axşam təxminən neçədə fərqi var? Bəli. Axşam ümumiyyətlə azan sinirinin oyaq olması saat 10-dan başlayır. Saat 1-ə qədər maksimum səviyyəyə çatır. Ona görə də məsləhətdir ki, saat 10-da yatsınlar. Və yaxud da ki, 11-in yarısında 11-dən oyuna qalmasınlar. Yəni bu sağlam yatmaq qaydaları bu formadadır. Amma indi özünə naqoska verib gecə oyaq qalarsa əgər, və bunu mütəmadi şəkildə edərsə əgər, gecə yuxusunu pozarsa əgər, bu başqa vaxtlarda yaddaş problemlərinə təsir edə bilər. Ən yaxşısı 11-dən 6-ya qədər. Bəli, çox gözəl. Ən gözəl. Oxumaq üçün də ən yaxşısı səhər-səhərdir. Çünki səhər insanın beyni təmiz olur, belə deyərdim ki, ağ kağız kimi olur. Ona görə də ilkin məlumatlar insanın yaddaşında daha çox qalır və yaddaş qavraması da səhər-səhər daha yaxşı olur. Peki, başqa bir sual